Axşamınız xeyir, iqtisadiyyat xəbərlərini təqdim edirik. Studiyada Elnur Teymuroğludur. Martın 28-i dünya birjaları nisbi sakitliklə açılıb. Günün sonuna olan məlumata əsasən investorların inamını qazanan avro dünənki kimi $1 58 sentə dəyişdirilir. Qızılın bir unsiyası 944, neftin bir bareli isə $106 59 sentə satılır. Yeri gəlmişkən Azərbaycan neftinin də qiyməti $107 keçib. Amerikada ipoteka böhranının ardınca kredit kartları ilə bağlı problem gözlənilir. Ekspertlər uzağı ilin sonuna bankların kartlara köçürdüyü pulların ödənilməməsi ilə qarşılaşacağını proqnozlaşdırır. Ümumilikdə maliyyə böhranının dünya iqtisadiyyatına $1 trilyon artıq ziyan vuracağı gözlənilir. Bunun Azərbaycana təsiri isə elə də ciddi olmayacaq. Amerika iqtisadiyyatı böhranından ən yaxşı halda 2 ilə çıxa biləcək. Beynəlxalq birjalarda əməliyyatlar aparan ekspert Elşən Quliyevin sözlərinə görə ipoteka böhranının ardınca kredit kartları ilə bağlı problem yarana bilər. Söhbət kredit kartları vasitəsilə istifadə olunmuş vəsaitlərin qaytarılmamasından gedir. Bütün bunlar isə dolların ucuzlaşmasına, eyni zamanda avro, qızıl və neftin bağlaşmasına səbəb olacaq. Federal rezerv sisteminin uçub dərəcəsini aşağı salması Amerikada iqtisadi fəallığı artırsa da dolların ucuzlaşmasının qarşısını ala bilməyəcək. Konkret bizim analitiklərimizin hesablamalarına görə Amerika dollarına nəzərən Avropa valyutasının kursu, evronun kursu təqribən 1.70-ə qədər qalxmalıdır. Ticarət analizləri göstərir ki, qızıl ən azı $1100-1200 qədər qalxmaq şansını özündə saxlayır. Amerikadakı böhran dünyada nefti tələbatının azalmasına gətirib çıxarmayacaq. Çin, Hindistan və Pakistanda enerji daşıyıcılarının artan tələbin Amerikadakı azalmadan yüksək olacağı proqnozlaşdırılır. Okeanın o tayında və Avropadakı maliyyə böhranı Azərbaycana birbaşa olmasa da dolayısıyla təsir göstərir. Elşən Quliyevin fikrincə, böhran nəticəsində baş verən xammalın bağlaşması Azərbaycanda inflyasiyanın sürətlənməsinə gətirib çıxarır. O müsbət cəhət kimi isə Azərbaycana sərmayə axınının güclənməsini xüsusi qeyd edir. İnkişaf etmiş ölkələrdə iqtisadi fəallığın azalması investorların inkişaf edən ölkələrə marağını artırır. İnkişaf etməkdə olan ölkələrin rolu təqribən 60-70% təşkil edir. Yəni, inkişaf etməkdə olan ölkələr arasında Azərbaycanı da biz nəzərdə tutmalıyıq. Azərbaycan çox sürətlə dinamik inkişaf edən bir iqtisadiyyata malikdir və bütün faktorlar Azərbaycanın lehinədir. Azərbaycan çox açıq investisiya üçün maraqlı bir ölkəyə çevrilmişdir. Üstəlik, Amerikada kredit faizlərinin aşağı salınması xaricdə yüksək gəlirliliyin təmin olunmasını şərtləndirir. Düzdür, risklərin böyük olması faiz dərəcələrinin bir qədər yüksəlməsinə səbəb ola bilər. Amma bu inkişaf templərini əngəlləyə bilməz. Konsalting şirkətlərinin hesablamalarına görə Amerikadakı maliyyə böhranı ayrı-ayrı ölkələrə müxtəlif cür təsir göstərib. Bundan ən çox zərər çəkən Avropa ölkələridir. Amerika